Salam CBC FM radyo dinləyiciləri, efirdə Vətən uğrunda verilişidir. Sizinlə studiyada Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının Qarabağ Müharibəsi Qəhrəmanları Fondunun rəhbəri, Vətən müharibəsinin şəhidi Polkovnik Babək Səmlinin bacısı Rüxsanə Səfərzadədir. Verilişimizin bugünkü qonaqları Azərbaycan Silahlı Qüvvələrinin əskəri, 2-ci Qarabağ müharibəsinin şəhidi Elçin Həsənlinin anası Xatirə xanım İsmailova və qazimiz Vüqar Kərimovdur. Xoş gördük sizləri. Hoş gördük. Elçin Vaqif oğlu Həsənli 1993-cü il iyun ayının 16-sında Ağstafanın Həsənsu kəndində doğulmuşdur. Orta təhsilini başa vurduqdan sonra Azərbaycan Texniki Universitetinin Elektrotexnika və Energetika fakültəsinə daxil olmuş, fərqlənmə diplomu ilə ixtisasını bitirmiş və magistratura pilləsinə daxil olmuşdur. Həqiqi hərbi xidmət keçdikdən sonra 2019-cu ildə Memarlıq və İnşaat Universitetinin doktoranturasına qəbul olmuşdur. Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Qubadlı və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşmışdır. Elçin Şuşa döyüşləri zamanı şəhid olmuş və Xırdalan şəhərində dəfn olunmuşdur. Şəhadətindən sonra Vətən uğrunda cəsur döyüşçü və Şuşanın azad olunmasına görə medalları ilə təltif edilmişdir. Ali Baş Komandan Prezident İlham Əliyev demişdir: "Mən istəyirəm ki, gənclərimiz vətənpərvər, peşəkar və savadlı, bilikli olsunlar, vətən sevgisi ilə böyüsünlər." Deyərdim ki, Elçində bütün bu xüsusiyyətlər cəmlənmişdir. Xatirə xanım, buyurun siz davam etdirin. İlk öncə təşəkkürümü bildirmək istəyirəm sizə dəvət elədiyinizə görə. Elçin haqqında danışmaq mənim üçün həm qürur vericidir, həm də çətindir. Elçin həqiqətən ta yaradılışından, doğuluşundan fərqli bir uşaq idi. Mən özüm müəlliməyəm, uşaqlarla işləyirəm. Mən o fərqi Elçində övladım olsa da, təvazökarlıqdan uzaq olsa belə mən onu deməliyəm ki, Elçin tam fərqli bir uşaq idi. Çox saf qəlbi, gözəl niyyəti var idi. Həm də Elçin zahirən çox belə qeyri-adi bir uşaq idi. Zahirən də çox gözəl idi. Orta məktəbi o yaxşı qiymətlərlə bitirdi. Orta məktəb bitirdikdən sonra isə universitetə daxil oldu. Universitetin bakalavr və magistr pillələrini fərqlənmə diplomu ilə bitirdi. Bundan sonra doktorantura üzrə təhsil almağa başladı. Onun nəzərinizə çatdırmaq istəyirəm ki, Elçin elmə, təhsilə çox marağı olan, çox həvəsi olan bir oğul idi. Elmi sevirdi, təhsili sevirdi və demək olar ki, elmlə bağlı müəyyən bir işlər görürdü. Elmi məqalələri var idi. Azərbaycana gətirilən distant təhsil layihəsinin üzvlərindən biri idi Elçin. Bununla bağlı dəfələrlə xarici ölkələrdə olmuşdu. Bundan başqa İtaliyada Union Universitetində kurs keçərək oradan kursda qalib olmuşdu, kursda iştirak eləmişdi. Yəni, harada elmlə bağlı bir məsələ var idisə, Elçin çalışırdı orada olsun və deyərəm ki, Elçin elmin ən ali pilləsi olan doktorantura pilləsinə qədər gəlib çatmışdı. Öz səyi, öz ağlı, düşüncəsi və əziyyəti sayəsində və imtahan da verərək Şirvan Regional Azərşığa baş mühəndis vəzifəsində işləyirdi. Yəni, regionumuzda işləyirdi. Seçim onun öz seçimi idi. Region, yəni Bakı şəhərini yox, regionu seçmişdi və orada işləyirdi. Elçin 27 yaşında olmasına baxmayaraq, mən deyərdim ki, həm təhsilin analiz zirvəsində o yaşda öz səyi, əməyi nəticəsində yiyələnmişdi, doktorantura pilləsinə qədər qalxmışdı, karyeranın analiz zirvəsindən yüksəlmişdi. Amma Elçin övlad kimi də tam fərqli bir övlad idi. Yəni, dost kimi də bir fərqli dostuydu. Oğul kimi də bir fərqli oğluydu. Vətən üçün də, belə deyək, gözəl bir vətəndaş olmağı bacardı. O, çətinliklərlə əldə elədiyi ən yüksək uğurları, nailiyyətləri vətənin dar günündə kənara qoyub vətən üçün döyüşməyə özü qərar verdi və müharibə başlayanda könüllü olaraq döyüşlərə yazıldı və sonuncu gün 8 noyabrda məsələ zəfər günü Elçinin şəhadət günündən üst-üstə düşür. Mən
Elçin şəhid olarkən onun yaxasından Azərbaycanımızın üç rəngli bayrağı çıxdı onun yaralı sinəsinin üzərindən və o əli də sinəsində və bayraq sinəsinin üstündə belə şəhadətə yüksəlmişdi. Bayraq əlinin içində, ovcun içində və ürəyinin başındaydı. Elçin mənim həyatımın mənasına çevrildi. Elçində mən fəxr eləyirəm, həm bir müəllimə kimi, həm bir ana kimi və bugün hər kəs, bütün vətən olaraq biz Zəfər bayramını 8 noyabrda keçiriləndə mən də həm də ürəyimin bir parçasıyla həm vətənimin zəfərini qeyd eləyirəm, həm də oğlumun şəhadət gününü və düşünürəm ki, Elçin kimi oğullar məhz bizə zəfəri qazandırdı. Onlar bizim həm vətənimiz, həm zəfərimizdir. Bəli. Yaşasın qazi balalarımız ki, onlar da əllərindən gələn əsirgəmədilər və şəhidlərimizin ruhu şad olsun ki, onlar bizə bu ucalığı yaşatdılar. Onu demək istəyirəm ki, həyatda hər kəs doğulur, yaşayır, amma hər kəs uca ideyalar, yüksək əqidə, mənəviyyat, yəni bu ali hisslərlə yaşamaq hər kəsə nəsib olmur. Elçin elə yaradılışından həmişə əqidəsi olan, məqsədi olan, ali hissləri özünə aşlamağı bacaran, içində vətən sevgisi, ana sevgisi, namusu, qeyrəti aşılandırmış bir övlad idi. Mən hamımızda biz, məsələn, ziyalı ailəsiyik, hamımızda vətən sevgisi var. Mən özüm də vətənimin vurğunuyam, deyir, hər kəsin qəlbində bir sevdası var. Bizim qəlbimizdə olan sevda vətən sevdası idi və Elçin öz sevdasının qurbanına çevrilməyə bacardı və o həm mənim vətən sevgimin, həm öz qəlbinin vətən sevgisinin möhrünü öz qanı ilə yazdı Şuşada. Yəni o, necə deyim, döyüşümüzün ən uca nöqtəsi ki, Şuşadır. Elçin ilə Şuşadan şəhidlik zirvəsinə, ən ali məqama qədər getdi, çatdı. Bu dünyada Şuşamızı fəth elədi və Şuşadan da cənnətə qədəm qoydu, cənnətə uçdu, cənnətə qanad aldı. Və düşünürəm ki, Azərbaycanı sevən bütün oğullarımız hamısı vətənimizin o cənnət güşəsi Qarabağa öz ürəklərinin sevgisindən, öz namuslarıyla, qeyrətlərinlə döyüşə atıldılar və biz bəlkə də yeganə millətik ki, torpaq üçün, vətən üçün bizim oğullarımız gözlərini qırpmadan canlarını qurban verə bildi. Millətimizin, xalqımızın böyüklüyünü bütün dünyaya təsdiq elədilər. Onun döyüş gücünü, milli kimliyimizi təsdiq elədilər. Mən Elçin və Elçinin timsalında bütün şəhidlərimizlə qürur duyuram. Elçin mənim həyatımın, bəlkə də düşünürəm ki, mən bir ömür yaşayacaqdım, bir müəllimə kimi, bir ziyalı kimi, bir ana kimi əlimdən gələn əsirgəməzdim. Amma nə etsəydim də Elçinin mənim həyatıma verdiyi mənanı mən heç vaxt qazana bilməzdim. O mənim ana ömrümə də, o mənim müəllim ömrümə də bir məna verdi, bir dəyər verdi və özü şəhidliyin zirvəsinə yüksəlsə də bir ana kimi məni də bir qürur zirvəsinə gətirib çıxara bildi. Mən övladlarımla qürur duyuram. Mən fəxr eləyirəm ki, bizim belə oğullarımız var. Bəli. Doğrudur, buyuruz Xatirə xanım. Var olsun tariximizi qürurlu edən Elçin kimi oğullarımız. Üzr istəyirəm, Elçinin son səs yazısı məndə durur. Son səs yazısında o belə bir səs atıb ki, vətənimiz üçün, dövlətimiz üçün, prezidentimiz üçün, ordumuz üçün biz də əlimizdən gələni əsirgəməməliyik. O cümlələrdə sonuncu cümləsi də onun ki, yəni o könüllü, hər kəsin içərisindən bir yol başlayır. Mən həmişə deyirəm, bəzən bizə deyirlər ki, qınayırlar ki, Elçin ziyalıydı, gələcək üçün, məsəl üçün vətənimizin gələcək üçün daha böyük xeyirlər verə bilərdi. Siz niyə icazə verdiniz Elçin iştirak eləsin? Bəlkə yəni gözləmə mövqeyində durardı, əgər lazım olarsa iştirak eləyərdi. Ancaq mən deyirəm ki, bu bizdən asla bir şey deyil. Çünki hər kəsin içindən bir yol başlayır. O yolun başlama qərarını da özü vermişsə və biz də ona dəstək olmuşduq.
Çox sağ olun Xatirə Sağ olun. xanım. Buyurun. Qazimizi tanıyaq. Qazimiz Vüqar İlqaroğlu Məmmədov 1991-ci il Bakı şəhərində anadan olub. Orta təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanmış və könüllü olaraq yenidən xidmətə qayıtmışdır. Xüsusi təyinatlı qüvvələrdə xidmətini davam etdirmişdir. Vətən müharibəsində şücaətlə döyüşmüşdür. Füzulinin, Cəbrayılın, Xocavəndin, Kəlbəcərin azad olmasına görə, qüsursuz xidmətlərə görə ordunun 100 illiyi və cəsur döyüşçü medalları ilə təltif olunmuşdur. Bizim dəyərli vətən evladımız Vüqar müəllim, oğul düşmən çəpəridir deyib atalarımız. Xüsusi təyinatlı qüvvələrdə qoşulmanızın əsas səbəbi nə idi? Bu haqqda istəyərdik danışasınız bizə. Necə oldu siz qoşuldunuz? Yəni Mən də sizə öz təşəkkürümü bildirirəm. Öz növbəmdə sağ ol deyirəm ki, bizi bura dəvət etdiniz. Xatirənlə salamlayıram. Sizlərin qarşısında çıxış etmək, Azərbaycan xalqının, bugünkü gənclərin qarşısında belə tövhə verici bir kanalda çıxış etmək bizim üçün sevindirici bir haldır. Mən də öz gənclik illərimdə hər bir Azərbaycan vətəninin, torpağının mərd oğlu kimi kəşfiyyatçı olmaq arzusu ilə, Azərbaycanın layiqli bir övlad olmaq arzusu ilə əsgərlikdən sonra xüsusi təyinatlı qüvvələr ailəsini gördükdən sonra ora qarşı məndə bir sevgi yarandı və mən öz qarşıma məqsəd qoydum ki, mən orduda öz yerimi layiqincə tutmalıyam və vətənimə, xalqıma, bayrağıma olan borcumu bizim qəhrəmanlarımız kimi, bizim Allah rəhmət etsin şəhidlərimiz kimi mən də torpağımızın suverenliyi, müstəqilliyi, azadlığı uğrunda öz qanımı, canımı sipər edib düşmən qarşısında qələbə üçün əlimdən gələni etməliydim. Bunu qarşımda məqsəd qoymuşdum və mən bu gün də sevinirəm ki, mən xüsusi təyinatlı qüvvələr ailəsindəyəm. Ehtiyatlı olmağıma baxmayaraq biz hələ də öz döyüş yoldaşlarımızla birlikdə tez-tez görüşlər keçiririk. Tez-tez tədbirlərdə bir yerdə yığışırıq və biz bu gün də gənclərimizə, Azərbaycan xalqının mərd oğullarına, əskərlərimizə öz nümunəvi xidmət yolumuzu aşılamağa çalışırıq və biz bu gün müzəffər Ali Baş Komandanın, Cənab Ali Baş Komandan İlham Əliyevin əmrinə hər an hazırıq. çox sağ olun. Siz Çox sağ olun. İlçinin xatirəsini yaşatmaq məqsədi ilə hansı işlər görmüsünüz? Nə, hansı işlər, görüləcək işlər haqqında istəyərdik? İlçinin xatirəsi, ümumiyyətlə cəm şəhidlərimizin xatirəsi həmişə yaddaşımızda əbədidir. Mən də bir şəhid anası olaraq mən bir ziyalı kimi, bir müəllimə kimi cəmiyyətə övladlar, vətənpərvər övladlar, ziyalı övladlar yetişdirməklə məşğul idim. Amma düşünürəm ki, Elçin gedəndən sonra mənə yeni bir yol, iz buraxdı və mən onun vətən uğrunda getdiyi yolu çalışıram. Mən də onun kimi nəfəsimin sonuna qədər vətən üçün, dövlətimiz üçün, xalqımız üçün çalışıram ki, mən də Elçin gedən yolu bacardığım qədər gedim. Bunun üçün mən bir şəhid anası kimi cəmiyyətin ortasında dik durmağa çalışıram. Çünki vətən üçün qeyrətli oğul yetişdirməyi bacaran hər bir ana bir ana nümunəsidir. Öz qəlbinin sevgisindən, belə deyək, necə deyim, həyata baxışından və mən də çalışıram ki, cəmiyyət arasında həm elçinimi yaşadam, həm də cəmiyyət üçün xeyirli işlərlə məşğul olam. Mən Abşeron rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədriyəm, ictimaiyyətin arasındayam və çalışıram ki, necə deyim, bax, vətənimiz üçün, xalqımız üçün övladını şəhid kimi qurban verən o ailələrə bir dəstək olum. İctimaiyyətə bir, necə deyim, yeni yetmə gəlinlərimizə, qızlarımıza, yeni analarımıza bir ana nümunəsi kimi. Bundan başqa əlimdən nə gəlir? Yəni, bacardığım bunlardır. Çox sağ olun, Xatirə. Çalışıram ki, bir örnək kimi, bir nümunə kimi, məsələn, Azərbaycan xanımının, Azərbaycan anasının yenilməzliyini, dönməzliyini, qətiyyətini ən azından mübariz nümayəndəsi kimi, nə deyim, əlimdən gələn budur. Biz sizə uğurlar arzu edirik. Çox sağ olun, var olun. Bəli, bu işinizdə. Allah sizə can sağlığı versin. Siz döyüş anlarınızdan hansısa bir xatirəni danışa bilərsiniz bizə? Əlbəttə.
Buyurun. Bildiyimiz kimi 27 sentyabr 2020-ci ildə Azərbaycan Respublikasının düşmənin təxribatının qarşısını almaq məqsədilə başlayan müharibə zamanı bizim oğullarımız, bizim mərd qardaşlarımız qəhrəmanlıq göstərərək onların bütün hücumlarını müvəffəqiyyətlə dəf etdilər. Və biz döyüşə atıldığımız zaman onların düşüncələrini tamamilə dəyişdik. Onlar düşünürdülər ki, bizlərə qarşı qurduqları 30 il ərzində qurduqları o maneələri biz çətinliklə keçəcəyik. Lakin bu nə qədər relyefin çətinliyindən, nə qədər onların qurduğu istehkam maneələri, səngərlər və digər maneələrdən ibarət olsa da, bizim ordumuz qarşısında bu bizə çətinlik yaratmadı və biz bu çətinliklərin ötəsində müvəffəqiyyətlə gələ bildik. Biz bunların ötəsindən şəhidlərimizin qanı bahasına, canımız bahasına və 30 illik həsrət çəkdiyimiz Qarabağ üçün, öz torpaqlarımız üçün bunun ötəsindən müvəffəqiyyətlə gəlməyi bacardıq. Burada mən bir şey qeyd etmək istəyirəm ki, düşmən əskərləri bizi gördükləri zaman onlar bizlərin üzərinə əvvəlcə güllə atəşi ilə, güllələrlə, silahlarla hücum edirlərsə, biz artıq o səddi yarandan sonra onlar anladılar ki, bizləri o güllələrlə saxlaya bilməyəcəklər, ləngidə bilməyəcəklər və onlar bir tank üçün nəzərdə tutulan artilleriya mərmisini artıq bizim bir əskərin üzərinə atmağa başladılar. Onların nə qədər qorxduğunun nümunəsi idi bu və biz artıq onların üzərinə texnikasız, o relyefdə texnika çətinliklə hərəkət etdiyi üçün texnikasız ayaqlarımızla o dağları çıxarkən irəlilədiyimiz üçün yəni onlar artıq nə ilə qarşılaşdıqlarını anladılar. Və nə qədər çətin olsa da Allah şəhidlərimizə rəhmət etsin, Allah qazilərimizə can sağlığı versin. Biz Cənab Ali Baş Komandanın əmrini yerinə yetirdik. Mən də həmin artilleriya mərmiləri nəticəsində döyüş yoldaşlarımla bir neçəsi ilə birlikdə yaralandım və mən ehtiyatdayım hal-hazırda. Xüsusiyanatlı ailələrin mənsubu olaraq mən bildirmək istəyirəm ki, düşmən hər zaman bizdən qorxub, düşmən bundan sonra da bizdən qorxacaq. Biz Azərbaycan əskərinin adı çəkiləndə düşmən hər zaman narahat olacaq. Çox sağ olun. İnşallah Allah sizlərə can sağlığı versin. Gəldiyiniz üçün minnətdarıq sizlərə. Çox sağ olun. Çox sağ olun. Bugünlük bu qədər əziz dinləyicilər. Gələn görüşlərdə görüşərik. Sağ olun.